Uşaqlar, yenə də deyirəm, yaxşı, qrupa qatacam video formasına. Bizə deyir ki, 5 ədədindən 3 vahid məsafə, 3 vahid məsafə nədir? Mən dayandığım yerdən həm 3 vahid sağa gedə bilərəm, həm də 3 vahid sola. Deməli, 3 vahid sağında sağa getdikcə böyüyür. Toplayacam 8, kiçikdirsə və ya sola desə 5-dən də 3 çıxacaq, gəlir 2-yə. Amma bizə eləcə desə ki, 5 ədədindən 3 vahid məsafə və sağ. Həmin o məsafə nə eləcək? 2 ilə 8. İndi bizə deyir ki, 3 vahiddən əli böyük məsafə. 3 vahidinin sərhədləri nədir? 2 ilə 8. Deyir, 3 vahiddən böyük. Deməli nədir? Daha böyük olmalıdır, daha çox aran olmalıdır. İndi 8-dən sağa 9 olmuş bir. Həmçinin nədir? Yenə də sola doğru nədir? 3 vahid məsafə 2-dir. Amma deyir ki, 3 vahiddən böyük olsun. Yəni ara daha çox olsun. Belə. Deməli nə olacaq? 2-dən soldakılar 1, 0, -1, -2, -3 bu qayda ilə gedəcək. Bir də deyir ki, 3 vahiddən kiçik. Yenə də 3 vahidimizə nə dayanır? 2 ilə 8. Amma deyir ki, 3 addımdan daha balaca olsun. Bu sərhəddirsə 3 vahid. Bundan daha balacalar nədir? İçəridə olanlar. 3, 4, 6, 7. Niyə 5-i yazmadıq? 5-in 5-dən məsafəsi nədir? 5'in 5'ten 0'da üst-üste düşürlər. Ona görə deyir, 5'in 5'ten məsafəsi 0 olacaq. Ola bilsin ki, çox nadir hallarda orada sizin 5'ində özür verərkən. Çünki məsafə 0'dır. O məsafə də nədir? Səbirə 3 vahiddən kiçikdir. Ona görə də ola bilər ki, 5'in düzünə məsələn, amma çox nadir hallarda qarşısına çıxa bilər. Adətən 3, 4, 6.